Bugün sizə düzləşdirici fenlə saçlarımı necə dalğalayıram onu göstərəcəm. Adətən saçlarımı axşamdan yuyub yuxarıdan yığıram. Bu üsul saçların daha gür görünməsinə kömək olur. Sonra saçımı bir neçə yerə bölüb sağ tərəfimi sağdan arxaya doğru, sol tərəfdəki saçlarımı isə soldan arxaya doğru videoda gördüyünüz şəkildə bururam. Onda qeyd edim ki, mütləq saçları istidən qorumaq üçün spreylərdən istifadə etmək lazımdır. Saçın ön hissəsinin daha qabarıq durması üçün isə düzləşdiricini düz saçın diblərindən qoyub yuxarı doğru çəkib uclarını nisbətən bururuq. Saça isti-isti heç bir müdaxilə etmirik. Bir neçə dəqiqə gözlədikdən sonra saçımızı darayırıq və elektriklənmənin qarşısını almaq üçün isə müxtəlif saç yağlarından istifadə edə bilərsiniz. Saçlar bitdi. İndi isə üz baxımı vaxtıdır. Üz baxımımı isə Zehopanın bu möhtəşəm məhsulları ilə edəcəm. Əvvəlcə C vitamin tərkibli bu möhtəşəm toniklər üzümüzü silirik. Quru dərilər üçün ideal vasitədir. Dərin nəmləndirmək üçün isə nəmləndirici kremi tətbiq edirik. Eyni zamanda boynumuza tətbiq etməyi unutmuruq. Gözaltı şişkinliklər, qara xətlər və nazik qırışlar üçün ən ideal vasitə olan gözaltı kremimizi də çəkdikdən sonra kollagen tərkibli serumumuzu istifadə edirik. Yenə boynumuzu unutmuruq. Ən sonda isə daha parlaq və nəmli görüntü üçün spreydən istifadə edirəm. Bu spreyi həm makiyajdan öncə, həm də makiyajdan sonra etmək mümkündür. İndi isə gəlin geyimimizi seçək. Ətək geyinməyə daha çox üstünlük verirəm. Payızın rəngləri olan qəhvəyi tonlarını isə ayrı bir sevirəm. Hava yağışlı və soyuq olanda bu geyimi adətən uzun boğaz çəkmələrimlə uyğunlaşdırıram. Amma bugün hava çox gözəl idi. Ona görə videoda gördüyünüz şəkildə uyğunlaşdırdım. Sizcə necə alındı? Ən sonda isə çantanı dəyişdirməyə qərar verdim. Məncə bu daha uyğundur.